Müraciət eləyən xəstələrimizin əksəriyyətinin şikayətləri: doktor, mənim zobum var. Hardan bilirsiniz? Boğuluram, yata bilmirəm, udquna bilmirəm, yemək yeyə bilmirəm, qəhər boğur məni. Əgər sizdə qaxın-bənzər vəzi, yəni zob problemləriniz varsa, bu zaman sizdə zəhərli zob varsa, boğula bilərsiniz. Sizdə Hashimoto varsa, boğula bilərsiniz. Sizdə böyük düyün varsa, boğula bilərsiniz. Sizdə tirotoksikoz, yəni hormonal dəyişiklik və yaxud da ki, hipotireoz varsa, boğula bilərsiniz. Əgər bu analizlərimiz, ultrasəs müayinəsi və qan analizlərimiz norma daxilindəsə, demək ki, sizin boğulma səbəbiniz qaxın-bənzər vəziyə bağlı deyil. Bəs nəyə bağlıdır? Əgər altında endokrinoloji səbəblər yoxdursa, o zaman böyük ehtimal psixosomatikaya və yaxud insanın mental vəziyyətinə bağlıdır. Panik ataklar, qəzəb və ya inciklik hissi, daxilinizdə basdırdığınız hisslər, ifadə etmədiyiniz düşüncələr və bu kimi psixoloji vəziyyətlər boğulma hissinə gətirib çıxara bilər.